Azərbaycanda özünə müsəlman deyən, özünə Quran və sünnəyə nisbət edən insanların sayını Allah bilir. Bəlkə də minlərlədir. Hansı biri yerindən qalxıb, bu şərəfsiz, bu kafir, bu heysiyyətsiz, bu mənliksiz, dəyanətsiz, ləyaqətsiz, şəxsiyyətsiz, alçaq kimsəyə qarşı səsini ucaldı? Haradadır olar? Mədənə tələbələri deyilən insanlar, elm tələbələri deyilən insanlar, dəvətçi olan insanlar, dəvət iddiasında olan insanların hansı birinin səsini eşitdiniz ki, qalxsın Fransa prezidentinə qarşı bir kəlmə söz desin? Eşitmədim mən bu günə qədər. Hər gün xəbərləri təqib etməkdəyəm. Eşitmədim. Haradadır olar? Niyə səslərini çıxarmırlar? Niyə mədənə tələbələrinin və onların sözünü deyənlərin, dinləyənlərin dillərindən düşürmədiyi Şeyx Fovzan gedib Saudi Ərəbistanı kralının gözünü çıxartmır ki, etiraz et, nota ver, səfirliyi geri çağır, diplomatik əlaqələri kəs. Hanı sizin Şeyx Fovzanınız? Bu məqamda səsini çıxarmayacaqsa nə zaman səsini çıxaracaqdır? Hanı sizin Şeyx Fovzanınız, hanı sizin Şeyx Racihiniz, harada ölüblər? Niyə səslərini çıxarmırlar? Niyə özləri gedib Fransaya etiraz bildirmirlər? Hə? Nəyə görə? Onların getməyə imkanı var, bizim Bakıdan çıxmağa bir imkanımız yoxdur. Amma onların var. Saudi Ərəbistanının kralının oğlu Vəliəhd gəlib evində Şeyx Fovzanı ziyarət edir. Qalxsın Şeyx Fovzan, geçsin o Vəliəhdin yanına ki, məni göndər Fransaya. Apar məni Fransız səfirliyinə. Niyə yoxdur səsləri? Onların Allah Resulü sallallahu aleyhi və səlləm olan məhəbbətinin bax, ölçüsü bu qədər imiş. Bura qədər imiş. Əgər haqqı ilə sevsədilər, bu ayəti iman edib əməl edərdilər ki, ən-nəbiyyü əvlə bil-mü'mininə min ənfusihim. Nəbi müminlərə onların öz canlarından daha övladır. O ayəti iman edib əməl edərdilər. Öz vətsiz canlarını qorumaq hayında olmazdılar. Əgər qalxıb Saudi Ərəbistanda kralın ünvanına bir yüngülvarı bir söz desən, səni 8 yerdən şaqqalayarlar. Amma Allah Resulü sallallahu aleyhi və səlləmə qarşı bu qədər təhqirlər ortaya çıxır, bir nəfər alimin səsi çıxmadı orada. Haradadır sizin Fovzanlarınız? Haradadır sizin racihinləriniz? Haradadır Misirdə olan sələfi dəvətçilər? Haradadır Muhammed Həsənlər? Haradadır onların səsləri? Niyə səsləri çıxmır? Bu məqamda bilinir kimdir? Bu gündə bu məqamda bilinir, sadiq olan kimdir, kəzib olan kimdir, yalancı olan kimdir, bu məqamda bilinir. Digərləri, Azərbaycanda hər gün səhərdən axşamadan azqarına 10 dəfə onun başını kəsərik, bunun qolunu qırarıq, bunu döyərik, bunu vurarıq, bunu az kəsərik deyən adamlar. Harada da olar? Kəsib öldürmək lazım deyil, sadəcə səs çıxartmaq lazımdır, sadəcə etiraz etmək lazımdır, ən azından, ən yüngül olaraq. Bugünkü məqamda. Çünki bizim vuracağımız, öldürəcəyimiz kimsə burada deyil. Fransada prezident məqamındadır. Burada isə bizim üzərimizə düşən səsimizi qaldırıb etirazımızı bildirməkdir. Harada da baş kəsənlər? Niyə səsləri üçün? Baş kəsmək lazım deyil. Sadəcə gedin Fransız səfirliyinə, Malakan bağının yanındadır. Qapını döyün və yaxud da ki, tələb edin ki, mən bu ölkənin vətəndaşıyam, haqlı etirazımı bildirməyə gəlmişim. Mənim söz azadlığımdandır. Ya da ki, o kafirlər söz azadlığı iddia edərək Resulullah sallallahu aleyhi ve sellem İslam dinini təhqir edilməyə çalışırlar. Malakan bağının yanındadır. Niyə getmirlər? Niyə səs çıxarmırlar? Gedən etiraz bildirin. Bəlkə də bəziləriniz, bəzi qara düşüncəli, pis qəlbli, pis zənli adamlar deyərlər ki, bəs sən getmişəm, əlhəmdülillah getmişəm. Getmişəm də, sözümü də demişəm, səfirlik nümayəndəsinə danışmışam, etirazımı bildirmişəm, sözümü demişəm, qayıdıb gəlmişəm. Əlhəmdülillah, etmişəm mən. Qəhrəmanlıq deyil, amma ən azından Allah qarşısında bir zərrə də olsa borcundan çıxdığımı zənn etdirən bir əməldir. Gedib sözümü dedim. Bunu da belə etmirsinizsə, bir müsəlman olaraq vay sizin halınıza. Və bu hədisdə gördüyünüz kimi Resulullah sallallahu aleyhi və səlləm Allaha və Rəsuluna əziyyət edən kimsəyə qarşı öz əshabından bir kimsənin, kimlərinsə ortaya çıxıb onlara həddini bildirməsini istəyir. Bu gün də istəyir. Elə bilirsiniz ki, bugün aramızda olsaydı bu kəlməni deməzdi. Ne də ki, o vaxt demişdi, bugün də deyərdi. Hələ o vaxt ki, Kəb ibn Əşrəf bugünkü makroncuqdan milyon dəfə daha üstün, daha şərəfli idi. Mərdliyi vardı, az da olsa. Zərrə qədər olsa mərdliyi var idi. Bu adamın heç erkəkliyi belə yoxdur, kişiliyi bıraq. Yəni, erkəklikdən belə payı olmayan, biraz ala qaratı qabağıma çıxsa qız zənn edib, qız baxacağım bir varlıq, bir məxluq,
Resulullah sallallahu aleyhi ve selleme dil uzadır. Haradadır bu dili uzun olan adamlar? Sen filan kəsə dil uzadırsan, sen alimlərə belə deyirsən. Alimlər deyil, bu Allah Resulü sallallahu aleyhi ve sellem'dir. Allah'ın Allah'tır. Allah'a dil uzadırlar. Niye etiraz edəmirsiniz? Haradadır sizin o kəskinliyiniz, sərtliyiniz, qol yüzdüyünüz, vuraram, asaram, aşıram, kəsərəm. Hanı? Söz deməyə cürətiniz yoxdur. Söz deməyə cürət çatmır. Çünki orada qapıda polislərdir. Yəni. Polislər heç kim güllə atmır. Gelib deyəsən ki, mən vətəndaşım, gəlmişəm etiraz bildirməyə. En azından etiraz bildir, sözünü de. Bunu da etmişsinizsə, başsın halınıza. Burada bilirsiniz, bax görün, nə sual verdi Muhammed ibn Məsləm radiyallahu anhu? Ətuhibbən əqtuləhu. İstəyirsənmi, yəni sevərək istəyirsənmi ki, onu qətlə etəm, onu öldürüm? Budur məsələ. Öz canını heçə saymaq, Allahın dini, Allahın kəlməsi uca olsun deyə öz canını ortaya qoymaq, bax budur. Və bilirsiniz ki, qıssa uzundur. Muhammed ibn Məsləm radiyallahu anhu müəyyən hərbi hilələr işlədərək bu adamın evinə daxil olur və onun evində Muhammed ibn Məsləm radiyallahu anh öz yoldaşları ilə o şərəfsiz kafirin qətlə getirirlər, onun başını kəsirlər. Bıçaqlayıb öldürürlər onu. Bu idi, ortaya qoyduqları bu idi. Yoxsa qalxıb bəziləri boykot eləyin, tefal almayın, total almayın, onu etməyin, bunu etməyin. Halbuki müsəlmanlara qarşı həddi aşan, savaşan Yahudilərlə alışverişi kəsməyə dair Resulullah sallallahu aleyhi ve sellem bir dənə əmri mən görmədim. Nə də eşitmədim. Nə bir sahih, nə də bir zayıf hədis görmədim. Desin ki, Yahudilərlə alışveriş etməyin, müşriklərlə alışveriş etməyin, boykot eləyin. Mən görmədim elə bir şey. Nə də eşitmədim. Bunlar heç bir faydası olmayan şeylərdir. İnsan ən azından sözünü deməlidir. Biz adi vətəndaşıq. Bizim səsimiz çox da çıxmır. Amma bugün İslam iddiasında olan, haradadır sizin alimləriniz, Xadimul Harameyn-i Şərifeyn, iki şərəfli haramın xidmətçisi olan Saudi Ərəbistanın kralı. İlk növbədə o dillənməliydi. Çünki sən Kəbənin və Mədinə Rasulullah sallallahu aleyhi ve sellem məscidinin xidmətçisi deyirsən özünə. Niyə məscidin sahibinin haqqını vermirsən? Biz kimik ki? Biz adi insanlarıq. Bizim səsimizi heç kim eşitmir. Allah'tan başqa. Amma sizin səsinizi çoxlara eşidə bilərlər. Niyə dillənmirsiniz? Ən azından heç olmasa bu məqamda sadiq olun. Sonra qalxıb bəziləri deməsinlər ki, filan kəslər müsəlmandır, qardaşdır və s. Heç qardaş da deyirlər, müsəlman da deyirlər, dostumuz da heç nəyimiz deyirlər. Bugün Resulullah sallallahu aleyhi ve sellem onu gətirilmiş olduğu din təhqir olunduğu zaman buna öz etirazını bildirməyən heç bir kimsə bizim qardaşımız da deyil, bacımız da deyil, dostumuz da deyil, yaxınımız da deyil. Heç kim, heç nəyimiz deyildir. Və ona görə də elhamdülillah Allah subhanahu wa ta'ala'ya hamd olsun ki hər bir şeydə bir xeyir vardır. Bəzi alçaq insanlar Ayşə radiyallahu anhaya zina etdi deyərkən Allah subhanahu wa ta'ala nazil etdiyi ayətlərdən birində nə deyilirdi? La tahsabuhu şerran lakum bel huve hayrun lakum. Onu sizin üçün şər zənn etməyin, əksinə o sizin üçün xeyirdir. Bugün bilindir ki, kim sadiqdir, kim yalancıdır, kim mərddir, kim namərddir, kim sözündə səmmidir, kim qeyri-səmmidir, kim Muhammed sallallahu aleyhi ve sellem'e canından çox sevir, kim sevmir. Bugün ortaya çıxdı, elhamdülillah. Bunun hamısı imtihandır. Bunların hamısı yalancı ilə sadiq olan kimsəni ortaya çıxarmaq, insanların qarşısına qoymaq üçündür.